Sabahınız xeyir olsun. Yeni bir vloga başlayırıq. Bu vlog əminəm ki, çox maraqlı olacaq. Çünki biz dostlarımızla bir yerdə rayona gedirik bu gün. Yəni yoldaşımın da dostları və onların yoldaşları ilə bir yerdə. Ümid edirəm maraqlı bir vlog olar. Mən də hazırlaşıram. Yüngülvari belə makyaj elədim. Çünki yolumuz elə də uzun deyil. Qubaya gedirik bu arada. Bilmirəm dedimmi? Çox həyəcanlıyam. Çünki ilk dəfədir belə böyük dost qrupu ilə nə dərəcə düzgün sözdür bilmirəm, amma dost çevrəsi ilə gedirik rayona, Qubaya gedirik, ev tapmışıq, ev artıq tutulub, danışılıb hər şey və bir gün orada qalacağıq. Həm gəzəcəyik, Qubanı görəcəyik, həm evdə əylənəcəyik. Yəni məncə çox yaxşı bir istirahət olacaq bizim üçün. Təbii ki, siz də bu anlara şahid olacaqsınız. Belə. Yəqin ki, indi kameranı söndürürəm, bütün hazırlıqlarımızı görürük, bir də evdən çıxanda yandıracağım. Pişiklərimiz neynir? Heç nə bizi yola salır. Burada sunkalarımız oynayırlar. Deməli, sunka yığıram, gəlib başımıza falanlar. Deyirəm ki, əgər bilsəydilər ki, biz onları qoyub gedirik, 100% həmin paltaları çıxardardılar dişləri ilə. Xoşları gəlir, çünki mənim corablarımı uğurlamaqdan. Evdə qalırlar. Yeməklərini, sularını, hər şeylərini qoyuruq. Və sadəcə bir dənə otaqda saxlayacaq ki, təhlükəsizlik baxımından. Hərə ki, belə vaxt keçirəm onlarla ki, sonra biz gedəndə darıq maşınlar. Biz artıq çıxdıq yola. Mənim əllər təbii ki, boşdur. Mən videoqrafam. Mən belə YouTube kanalına vlog çəkməliyəm. Mənim böyük işim var, ona görə də bunlara daşıdıram. Bu tısbağa yoxşuyur. Ne almışsınız burada? Başın çəpənə gir. Dünəndən alınan ərzaqları və bir də hamının özü üçün hazırladığı kiçik bir çantanı bagaja yerləşdirdikdən sonra yola düşdük. Ümumilikdə 8 nəfər gedirik, 4-4 olmaqla 2 maşınla gedirik. Bizim maşında bəylər növbəli şəkildə maşını idarə etdi. Yoldaşım da sürəndə dedi ki, gəl keç qabaqda otur. Sən də gör necə sürürəm. Ona görə mən də keçdim qabaqda oturdum. Bu arada bildiyiniz kimi bizim şəxsi maşınımız yoxdur. Hazırda belə bir maşın almaq fikrimiz də yoxdur düzü. Şəhərdəki vəziyyəti görəndən sonra bunu daha da çox ertələyirik. Amma belə ayrı bir dadı vardı bu anında. Nəhayət gəlib çıxdıq Qubaya. Vaxt necə keçsə heç hiss eləmədik düzü. Yolda söhbət eləyə, mahnı qulaq asasa, səhər yeməyi üçün Qubada belə bir məkanda əyləşdik. 4 nəfərlik bu səhər yeməyinin qiyməti səhv eləməmsə 65 manat idi. Səhər yeməyi üçün əyləşdiyimiz məkanda baxın belə tam ağacların mərkəzində masalar var idi. Orada əyləşmişdik. Yanımızdan da belə gözəl bir çay gedirdi. O qədər huzur verici bir mənzərə idi ki. Burada belə içərisində oturmağa iglolar da var, yelləncək də var. Məkanın adını da çıxışda çəkəcəm. Bütün hər yerdə belə yaşıllıqdır. Və nəhayət evə gəlib çıxdıq. Əslində mənə elə gəlir ki, bu ev Qubanın mərkəzindən çox az uzaqlıqdaydı. Ya da bilmirəm, bəlkə də biz səhər yeməyinə getdik, oradan təzədən yolu qayıtdıq, ona görə də ola bilər. Amma belə evi çox bəyəndik hamımız. Bu hovuzdur, sadəcə üstü bağlıdır. Bu da ev. Ev yiyəsi isə həqiqətən də çox diqqətli idi. Yəni hər şeyə o qədər diqqətlə yanaşıb ki, heç bizim ağlımıza gəlməyəcək şeylər belə bu evdə mövcud idi. Ona görə də bura gələndə heç nə gətirməyə ehtiyac yox imiş. Ev sahibindən də nəsə soruşanda sırazı cavab verirdi. Bu otaqlardan biridir. Deməli, biz 8 nəfərik, daha əvvəl də dedim. 3 ailə və 2 subay bəyimiz var. Ona görə də bizim tutduğumuz bu evdə 3 qapısı olan yataq otağı, bir də açıq bir yataq otağı vardı. Baxın, belə bir şey. Yəni, pilləkənlərdən qalxan kimi 2 dənə yataq vardı. Ay, çox qəşəngdir. Mənim üçün otağın elə də fərqi olmadığı üçün qızlara dedim ki, kim istəyirsə o qalsın. Hər ikisi dedi ki, mənə fərqi yoxdur. Mən də axırda çözümü belə tapdım. Bu isə bizim qalacağımız otaqdır. Burada belə dəsmala qədər var. Mən də özümün dəsmal getmişəm, amma bir təmiz dəsmal varmış. Nəysə, mənzərəyə baxaq. Əslində, yuxarı otaq mənzərəsi daha qəşəkdir. Sadəcə smeşefo elədik və otaq mənə düşmədi. Ona görə də bizim otaq budur. Buranın da mənzərəsi çox qəşəkdir. Amma burada bir dənə qarışqa var. Görüm çəkə bilirəm.
Hamı öz otağına yerləşən kimi keçdi mətbəxə. Çöldəki mətbəxdə yoldaşım lülənin ətini hazırladı. Elçin isə samovar çayı üçün hazırlıqlar görməyə başladı. Biz qızlar düz oturmuşduq. Bu dəfə bəylər bizə qulluq eləyirdi bir növ. Qulluq deməyək, daha doğrusu hazırlıq eləyirdilər. Ona görə də keyfimiz yerində idi. Sen ne elədin? Bir tane kolanı gelip gətirmədin, ciğerim yanıb burada bak. Gətirdi də. Birim yapışıb dalağına. Tanış olun, bu subaylardan biridir, Səbuhi. İnanın o qədər güldürdü ki, bizi ürəyimiz getdi. Ümumiyyətlə bu tətil boyunca. Bu piroq isə Altınay və Elçinin əl işidir. Axşam bir yerdə hazırlayıblar. Həqiqətən dadı möhtəşəmdir. Reseptini istəsəz linkini göndərə bilərəm sizə. Yəni bunu bir dəfə hazırlayın, yeyin, ürəyiniz gedəcək. O qədər yumşaq, amma bir o qədər də piroq, belə çox dadlı idi. İnanın, elə bunu doğradıq, qoyduq süfrəyə, bir də baxdıq ki, qutarıb. Heç kimə deməyin, amma 3 dilim yemişəm. Piroq, samovar çayı ilə başladıq oyunlar oynamağa. 2 nəfər belə nerdə oynayırdı, biz də onu oynayırdıq. Bu heç oynamadığım bir Uno-ydu. Adı Flip Uno-ymuş, amma mən də mütləq bundan ev alacağam, çünki həm asandır, həm də tez bitir, yəni çox fərqli idi. Uno-nun mən bilən hədsiz çox növü var, amma ən çox bunu bəyəndim. Çayın səsinə dedik ki, gedək baxaq görə evin yanında nə var ki, belə səs gəlir. Bu möhtəşəmliyə baxın, necə gözəldir. O qədər sərin özdə. Çox qəşəngdir. Kamran da buranı açmağa çalışır indi. Bəlkə biraz qabağa çəkəsən. Yox, prosta. Ya Allah. Eləmə balam, ehtiyatlı əlin əzilər kəsilər. Əzilməz, qabağa çəkəm. Riski belə eləyərəm, əlin əzilər qanıyar özdə. Dəmir çox. Açıldı. Ay nə gözəldir. Çox qəşəngdir, çox. Çox bəyəndim buraları. Çayın yanında şəkil çəkdirdik, biraz da gəzdik, sonra qayıtdıq, gəldik təzədən evə. Yerlənsədə belə yerlənirdik. Bu arada bayaq Kamranın mənə acıqlandığı hissəni kəsmədim, kəsə də bilərdim. Sadəcə bir şey demək istəyirəm. Əvvəl Kamran mənə belə acıqlananda başa düşmürdüm və əsəbləşirdim ki, burada nə var ki? Amma Kiraz mövsümündəki xanımla bəyin videosunu görəndən sonra başa düşdüm. Bilirsiniz, bəs söhbət hansı videodan gedir? Və hamı biraz uzandı, dincəldi. Sonra dedik, gəlin başlayaq kebabı hazırlamağa, çünki saat gecə olurdu. Baş aşbazımız mənim yoldaşım idi. Xanımlar da belə salat doğramaq tapşırmışdılar. Sağ olsun Altınay doğradı onları da. Mən də video çəkirdim ya da gətir-götür işlərinə baxırdım daha çox. Toyuq kebabları hazırdır, sıra lülədədir. Yoldaşım da deyə demirəm, amma həqiqətən çox dadlı kebab hazırlayım. Mən bunu ilk dəfə də Sənibərgildə kebab hazırlayanda gördüm. Çox ləzzət hazırlamışdı. Şişlər nisbətən az idi deyə tikətləri belə setkada hazırladılar. İndi Elçinin möhtəşəm lülə çıxarma şousunu görürsünüz. Hə, yer olduqca qoyacağım. Onu belə əlinlə xırcım eləyib atarsın. Kebablar bişdi. Daha sonra keçdilər tərəvəzə. Tərəvəzə tam hazır olandan sonra hamı oturdu, yedi içdi. Sonra da mafiya zamanı idi. Hə, səs ver bir də. Deyirəm, mən prosta belə fikirləşirdim, imkanım dedi ki, mafiyanın birini tanımadım da, görmədim. Mübariz ol. Sonra aşan bu... Mafya ama neyim ben? Yani çok neyim ben? Neynəsin bu qız? Bayaqdan bu qız bu qızın üstünə gəlir. Ama tek gidebileceğim yol o da onun dediği. Kamran çıxıb da. Ben o yerinde ya. Dalaşıb, qırışıb, daha sonra artıq oyunu yekunlaşdırdıq və dedik gəlin birinci qızlar havuza girsin, sonra da bəylər. Sabahınız xeyir olsun. Mən yuxudan oyandım. Buranın havasının təmizliyinə inana bilməzsiniz. O qədər gözəl havası var. Bu yanımızda çay axır, bu yanımızda meşəlikdir, ağaclar. Quşların səsi çox qəşəng yerdir. Həqiqətən bu ev çox bəyəndim. Hamıdan birinci yoldaşımla mən, sonra isə Səbuhi oyanmışdı və Səbuhi artıq elə bir dayana bilmirdi. Deyirdi ki, o birilər niyə yatmalıdır, mən durmuşamsa və başladı onları oyatmağa. Amma sizə oyatmaq deyir, amma yəni qapılarını döymək, səsləmək və s. yox. Yüksək xodda mahnını qoydu və hamısının adını bir-bir qışqıra-qışqıra səslədi. Onları dəli olub oyandılar, amma oyanmaq var. Yəni Səbuhinin ardınca az qalsın Quba mərkəzinə qədər qaçacaqdılar. Hə, şəbit atan xanımlarımız da var idi. Nəysə ki, bu artıq evin son halı idi. Mən dedim ki, elə hamı oyanıb özünə gələnə qədər mən də aşağıdakı içəri otağı səliqəyə salım. Bilər düşünəsiniz ki, bu qız niyə hoppanıb düşür? Sadəcə yüksək xodda olan mahnını saxlamamışdılar. Yəni hələ də oxuyurdu. Mən də elə bil oynaya-oynaya iş görürdüm.
İndi isə mənim canım yoldaşım bizə pomidor yumurta pişirir. Pomidorları burada közdə pişirdilər. İndi belə yumurta qatıb qarışdıracaqlar. Təbii ki, pomidor yumurta ilə bitməz. Ancaq da sucuk da var. Dünəndən qalan çörəkləri də manqalın üstünə bir damcı isitdik. Elə dad oldu. Səhər yeməyindən sonra inanırsınız hamını elə bir yuxu bastı ki, hamı getdi yatdı, amma mən neynəsəm yuxum gəlmədi. Onca da gəldim, sakit uzandım divanda və çukura baxdım. Bu aralar favoritizmdir. Bir də dünəndən belə cipslər qab, arada bir də onu atışdırırdım. Sonradan yoldaşım və Sabuhi də mənə qoşuldu. Amma hər yer təmizləyəndən sonra belə gəlib uzanmışdıq. Yəni hər yer gül kimi idi. Evi necə təhvil almışdıqsa elə də qoyduq. Daha sonra beşimizi yığdıq. Saat 12 radələrində çıxdıq ki, gedək Çənlibel gölünə və biraz da oraları gəzək. Həm də nahar eləmək vaxtıdır. Saat 1-2 arasında nahar eləməli idik. Beləcə yola düşdük və getdik. Gəlib çatanda gördük ki, Çənlibel gölünə aşağıdan yox, sırf Macəra Lake Parkdan giriş etmək lazımdır. Mənzərəyə baxanda isə ürəyim getdi. Bu güllərin gözəlliyinə baxın. Elə qəşəng ətir saçırdı ki ətrafa və tam aşağısında isə belə bir göl var idi. Göldə isə pedallı qayıqla gəzmək şansı, təbii ki, bu şansı qaçıra bilməzdik. İndi gəlmiş bunlara minməyə. Bunların 4 nəfərliyi 20 manatdır, amma 8 nəfərliyi biz götürəcəyik. O da 50 manatdır. Bu arada mən səhv başa düşmüşəm. 4 nəfərlik ayaqla sürüləni 20 manat, amma elektron olanı 30 manat. 8 nəfərlik elektron olanı da 50 manat imiş. Hamıya məcburi belə bir şişmə balon deyirlər, nə deyirlər, adını da düzgün bilmirəm. Bundan geyindirdilər və bir də əyləşdiyin yerdən yer dəyişmək mümkün deyil. Ona görə də əvvəlcədən yerlərimizi seçdik, əyləşdik. Sürən isə Sabuhi. Səsimdəki narahatlığı birazdan başa düşəcəksiniz. Mən demişdim hamınızı qırıb batıracağam. Amma sizə deyim ki, həqiqətən 20 dəqiqə ərzində bizi sağ-salamat gətirib çıxardı. Təbii ki, zarafat eləyirdi. Yəni ümid edirəm ki, məqsədinə çata bilməyən bir zarafat deyildi. Nəysə, deməli bu göldə gəzmək həqiqətən dəyərmi idi? Dəyərdi. Gülcə səbət olarsan. Gülcə var deyə. Ne yapalım şimdi Anaconda filmi var ya. Və kukla nəzəgimləri. Burada balık var mı? Sen bilərsən. Ay qaqam, sən balıq olsan bu suda qalarsanmı? Ha. Çünki Elə gölün ətrafında belə oyunlar oynaya biləcəyiniz bir yer var. Hansı ki, Nahid buradan təsbih uddu, amma təəssüf ki, Ayşə heç oda bilmədi. Ayşən baloncu udmaq istəyirdi. Burada boşluğa çıxdı. Ümumiyyətlə, burada udmaq şansınız həqiqətən çoxdur. Sadəcə Ayşənin bəxti gətirmədi. Daha sonra başqa bir oyun oynadı və orada baloncuğa uddu. Əlin sağ çəli, əlin sağ çəli. Çok aşağıda değil bunlar. Tuttun mu eline? Bu neçədir? 9. 9. Eynək. Eğne. Seçtim bir daha eğne seç. Yox da, burluq seçin nə olar? Qaqam, Burluq gətirim. bir razmeri var. Burluq gətirim də. O mən xoşuma sıxın. Bir dənə baxım tez. Düzü də dəyişmiyor. Bir de oyuncu. Bir daha. Bunu istəyirəm. Ay çox qəşəngdir. Bunu udum. Udmadım, məcbur aldım. Bəylər ox atma oyunu oynadılar. Burada da 12 atış 10 manat idi. Qiymət də sizə deyirəm ki, bəlkə maraqlı olar. Digər çarx çevirmə və yaxud da top tutma isə 2 manat idi. Sonra dedi ki, gəlin nahar eləyək. Buradan da çıxanda alt ağaca gedək. Nahar üçün elə Macəra Lake Parkın içərisində yerləşən səhvləməmiz adı Garden restoran idi. Çünki içərisində bir neçə restoran vardı. Getdik orada əyləşdik. İndi birazdan sifariş elədiyimiz yeməkləri də sizə göstərəcəm. Amma bilmirəm, burada Garden'ın tərkibindədir ya yox. Belə tam yaşıllığın ortasında sadəcə üstü qapalı bir yerdə də otura bilərsiniz. Sadəcə hava biraz isti idi. Ona görə də biz bağlı yerdə oturmaq istədik. 2 cütlüyümüz pizza zakaz elədi. Biz sac sifariş eləmişdik. Bir nəfər toyuq tabaka, digəri isə Macəranın özünə məxsus yeməyini sifariş eləmişdi. Mən sadəcə sacın dadına baxdığım üçün onun haqqında rəyimi bildirə bilərəm ki, həqiqətən dadı yaxşı idi. Hətta Bakıdakı çox restorandan daha dadlı idi. Yolda isə belə gilas alça aldıq və nəhayət gəlib çıxdıq Bakıya. Və biz evə qayıtdıq. İnansız bütün səyahət boyunca ancaq ağlımızda Miya ilə Tosi vardı ki, görəsən indi nə edirlər, görəsən yemək yedilərmi, görəsən sularını içdilərmi, görəsən aləmi dağıdıblarmı, görəsən yatırlarmı, oynayırlarmı, nəysə. İndi nəhayət evə gedirik. İstədim bu anlarda çəkim, maraqlı olsun sizə də, bizə də.
Girən inirlər. Çox maraqlıdır. Şalam. Şalam mı? Şalam mı? Buna bak. Şalam aleyküm. İki gün yatsın. Şalam aleyküm. Yazmıştım ki. Baksana. Bu yalnız yıkılıyor. Ne tersi? Bak tərpənmə. Ayağa sürtməz. Ay ya. Kapanmamıştı. Darıxmışdı. Darıkmıştı bir denesini. Buna. Toysi. Sevindin mi diyorum. Toysi. He mi ya? Sen de gel Ha, anne. gəlmə şuraya ancaq. Ay, Ondan eşitler, Toysi. ondan eşitler. Bunlar Nəysə ki, bu vlog ümid eləyirəm ki, uzun olar. Çəkə bildiyimi çəkmişəm. Kanala abunə olmağı, videonu like edib, komment yazmağı unutmayın. Növbəti vloglarda görüşmək üzrə. Hələlik.